Salam, bugün sizinlə 4.3-cü dərsin öyrəndiklərinizi tətbiq edin və öyrəndiklərinizi yoxlayın hissəsinə baxacağıq. Gəlin başlayaq. Məktəbin sakit və qaçan vəziyyətdə çəkilmiş proqram qrafiki verilmişdir. Müzakirə edin. Qrafik əsasən məktəbli verilən müddətdə nə qədər tənəffüs hərəkəti etmişdir? 1, 2, 3, 4, 5, 6, 7. Məktəbli bu zaman görsənir proqramda 7 tənəffüs hərəkəti etmişdir. Bunlardan 3-ü sakit vəziyyətdə, 4-ü isə qaçan zaman. Daha sonra, bu zaman ağciyərlərin tənəffüs potensialı nə qədər olmuşdur? Ağciyərlərin tənəffüs potensialı tənəffüs havası üstə gəlsin əlavə hava. Bu şəkildə hesablanır. İndi tapaq tənəffüs havasını. Tənəffüs havası biz deyirik ki, insanın sakit halda nəfəs aldığı və ya verdiyi hava tənəffüs havası adlanır. Sakit vəziyyətdə deyilsə, baxın, bu hissə sakit vəziyyətdədir və mən görürəm ki, 2 ilə 3 arasında 2 dənə kvadrat var. Deməli, hər biri 0,5 desimetr kubudur və bu sakit vəziyyətdə nəfəs alma və nəfəs vermə 1 kvadratın içərisində baş verir deyə. Demək, bunun qiyməti 0,5 desimetr kubudur. Desimetr kubunu da santimetr kubuna çevirəndə minə vurmalıyam. Tənəffüs havasını tapdıq ki, 0,5 desimetr kubudur, yəni 500 santimetr kubu. Keçək əlavə havanı tapaq. Əlavə hava biz deyirik ki, dərindən nəfəs alma zamanı tənəffüs havasından əlavə hava qəbul edilir. Bu da əlavə hava adlanır. Əlavə havanı baxın, tənəffüs havasından əlavə bu hissədə olduğu görsənir. Yəni 3 desimetr kubu ilə 5 desimetr kubu əlavə havanı göstərir. Burada dərindən nəfəs almanı. Bu dedir 2 desimetr kubu. 2 desimetr kubunu da santimetr kubuna çevriləndə dedir 2000 santimetr kubu. Əlavə havamız da 2000'dir. Və 500-ün üzərinə 2000 gəldikdə bu mənə ağciyərin tənəffüs potensialını verir. Yəni tənəffüs havası əlavə havanı topladım. Həmin bu məktəblinin ağciyərinin tənəffüs potensialı 2500 imiş. Verilənlərə əsasən məktəbin ağciyərlərinin hava tutumunu hesablayın. Hava tutumu tənəffüs havası üstə gələk, əlavə hava üstə gəlsin, ehtiyat hava şəklində tapılır. Mən tənəffüs havası və əlavə havanı tapmışam. Ehtiyat havanı tapmaq üçün baxın, bu hissəyə baxıram. Yəni dərindən nəfəs vermə zamanı xaric olunan hava ehtiyat hava adlanır. Buna da baxdıqda görürəm, 1 kvadratı tam əhatə edir, ikinci kvadratı isə tam əhatə etmir. Yarısından çox əhatə edir. Ona görə də bunu da orta hesabla 0,9 desimetr kubu götürürəm. 0,9 desimetr kubunu da santimetrə çevirdikdə edir 900 santimetr kubu. Yəni mənim ehtiyat havamda 900 santimetr kubudur. Ağciyərin hava tutumu dedikdə tənəffüs havası, əlavə hava üstə gəl ehtiyat hava üçün toplayıram. Bu məktəblinin də ağciyərin həyat tutumu 3400 santimetr kubu edir. Keçir öyrəndiklərinizi yoxlayın. Nəfəs alma və nəfəs vermə aktını icra etmək üçün hansı orqanların iştirakı vacibdir? Qabırğarası əzələlərin və diafraqmanın iştirakı vacibdir bu prosesdə. Alveolların daxili boşluğunun nəmli olmasının əhəmiyyəti nədir? Baxın, alveollardan qana oksigenin, qandan alveollara karbon qazının keçməsi diffuziya ilə baş verir. Və alveolların daxili boşluğunun nəmli olması həmin diffuziyanı asanlaşdırır. Bunun əhəmiyyəti bundan ibarətdir. Bu qədər, sağ olun.